Bir çox blogerlərin bəyəndiyi Black Shawarmaya qərar verdim ki, mən də gedim. Məkanın dizaynını və təmizliyini çox bəyəndim. 4 nəfər gəlmişdik və qərar verdik ki, şaurma setinin dadına baxaq. Setə daxil idi 4 şaurma, çörəkdə və yaxud qara lavaşda, seçiminizə uyğun olaraq. 2 free nuggetslər, 4 ədəd kola və ya ayran və souslar. Lavaşda olan qara şaurma həqiqətən də bəyəndim. İstər əti olsun, istər çörəyi, istər sousu, həqiqətən də dadlı idi. Çörəkdə olan şaurma biraz daha quru gəldi mənə. Yeyib bitirdikdən sonra Black Shawarmanın 2 favori şaurmasını sifariş verdik. Biri tempura, digəri isə pendirli şaurma idi. Pendirli şaurmadakı cheddar və mozzarella pendirinin dadları həqiqətən hiss olunurdu. Mənim də ən çox bəyəndiyim şaurma elə bu şaurma oldu. Yeyib bitirdikdən sonra keçdim tempura şaurmanın dadına baxmağa. Lavaşı friturda qızardılmış şaurmanı da bəyəndim. Ümumi qiymətləndirməmə görə şaurma setinə 10 üzərindən 7, tempura şaurmasına 10 üzərindən 8 və cheddarlı şaurmaya 10 üzərindən 9 verərəm. Bəs sizcə?